Salam. Bugün təcrübəli bir investorun dərsliyindən yola çıxacaq. Gəlin görək, həqiqətən də qazandıran səhmləri illərlə yerində sayanlardan ayırmaq üçün nə etmək lazımdır? Baxın, bu sual əslində hər bir investorun özünə verdiyi əsas sualdır. Cavab isə bəzən baha başa gələn təcrübələrdən çıxarılmış bir neçə sadə qaydada gizlidir. Gəlin yol xəritəmizə baxaq. Əvvəlcə müdafiəni öyrənəcək, sonra hücuma keçəcək və sonda bütün bunları düzgün bir düşüncə tərzi ilə tamamlayacaq. Yaxşı, başlayaq. Amma hər bir qaydaya tək-tək baxmazdan əvvəl, gəlin böyük mənzərəni, yəni bütün strategiyanı birlikdə görək. Budur, qarşınızda uğurlu investisiyanın 7 əsas prinsipi. Bunu bir növ bələdçi kimi düşünün. Bütün təhlilimiz doyunca bu qaydalara istinad edəcəyik. İndi isə gəlin ilk bölməmizə keçək. Unutmayın, investisiyada birinci qayda pul itirməməkdir. Ona görə də işə müdafiə taktikaları ilə başlayırıq. İlk qaydamız o məşhur geri dönüş hekayələri. Həmişə qulağa çox cəlbedici gəlir, deyilmi? Amma çox vaxt bu bir tələdir. Bax, bu cədvəl hər şeyi o qədər aydın göstərir ki, bir tərəfdə ümidlərimiz var, digər tərəfdə isə təəssüf ki, sərt reallıq. PayPal və Intel kimi şirkətlər buna bariz nümunədir. İnsanlar böyük dəyişikliklər gözlədilər, amma bu dəyişikliklər çox ləng getdi və nəticədə investorların səbri tükəndi. Növbəti qırmızı bayraq isə çox ciddidir. Əgər bir şirkətin adı qalmaqallarda, xüsusən də etibarlı iddialarda hallanırsa, sadəcə uzaq durun, heç düşünmədən. Çünki bu, zəncirvari reaksiya kimidir, domino effekti yaradır. Məsələn, SMCI adlı texnologiya şirkətinin maliyyə hesabatları ətrafında qalmaqal yaranmışdı. Sonda şayələrin əsassız olduğu üzə çıxsa da, o müddət ərzində investor inamına və işçi motivasiyasına dəyən zərər çox real idi. Yaxşı, nədən qaçmaq lazım olduğunu bildik, indi isə medalın o bir üzünə baxaq. Gəlin görək, uğurlu şirkətlərdə hansı ortaq cəhətləri axtarmalıyıq. Bu, həqiqətən də güclü bir yaşıl işıqdır. Şirkətin təsisçisi hələ də sükan arxasındadırsa. Məsələ ondadır ki, təsisçilər şirkətə öz övladları kimi baxırlar. Onların uzun müddətli baxışı və risk alma cəsarəti olur. Düzdür, bunun bir təsisçi riski deyilən tərəfi də var. Məsələn, Elon Musk kimi. Onun qəribəliklərini də qəbul etməli olursunuz. Amma ümumilikdə bu çox güclü bir müsbət siqnaldır. Və dördüncü qayda. Bax, bu heç bir güzəştə getməyəcəyimiz bir məqamdır. Şirkətin rəqibləri ilə müqayisədə bariz və qoruna bilən bir üstünlüyü olmalıdır. Bəs rəqabət üstünlüyü nədir? Təsəvvür edin ki, şirkət bir qaladır, bu üstünlük isə o qalanı əhatə edən dərin bir xəmbəkdir. Rəqiblərin o qalaya girməsinə mane olur və şirkətin mənfəətini qoruyur. Amma hər üstünlük eyni deyil. Güclü üstünlük sadəcə çox pul xərcləyib reklam etmək deyil. Yox, əsl güc texnologiya, təchizat zənciri, yəni başqalarının asanlıqla təkrarlaya bilməyəcəyi şeylərdən gəlir. Bu qayda çox məntiqlidir. Axan çayda üzmək, durğun göldə çabalamaqdan qat-qat asandır, elə deyilmi? Bütün bazar böyüyürsə, sizin şirkətinizin də böyüməsi daha asan olur. Bu qrafikdəki məşhur bir deyimi görürük. Yüksələn qabarma bütün qayıqları qaldırır. Məsələn, süni intellekt kimi partlayan bir sektordakı şirkətin böyümək üçün hər şeyi mükəmməl etməsinə ehtiyac yoxdur. Bazar özü onu irəli aparır. Beləliklə tapmacanın son, amma bəlkə də ən vacib hissəsinə gəldik. İnvestorun öz düşüncə tərzi. Müstəqil düşünmək üçün ən vacib qaydalardan biri budur. Wall Street analitiklərinin dediklərini dinləyin, məlumatları götürün, amma onların yekun nəticələrinə, yəni al ya da sat tövsiyələrinə kör-körənə etibar etməyin. Yaxşı, bəs niyə şübhə ilə yanaşmalıyıq? Bir neçə səbəb var. Birincisi, onlar adətən qısa müddətə, növbəti 3 aya fokuslanırlar. Sizsə uzun müddətli düşünürsünüz. İkincisi, onların karyera riskləri var. Və üçüncüsü, bəzən maraq toqquşmaları da olur. Ona görə də öz analizini özün etməlisən. Və nəhayət sonuncu qaydamız, bu qayda iki fərqli şirkət növünü ayırt etməyə kömək edir. Məhsulun dizaynını, yəni beynini yaradanlar və onu fiziki olaraq istehsal edənlər. Bu cədvələ baxın, fərq çox aydındır. Bir tərəfdə Nvidia kimi dizaynerlər var. Onlar çevikdirlər, az kapitallı işləyirlər. O biri tərəfdə isə TSMC kimi möhtəşəm amma istehsalçı şirkətlər var. Onların milyardlarla dollarlıq zavodlara ehtiyacı var və bu, onları daha az çevik və bazardakı eniş yoxuşlara qarşı daha həssas edir. Yaxşı, gəlin bütün bu öyrəndiklərimizi bir araya gətirək, bir növ yekun yoxlama siyahısı kimi. Əslində, bu qaydalar gördüyünüz kimi çox sadədir. Amma əsas məsələ səbirdir. Və son sual budur.
Sizin portfeliniz 10 il sonra hansı hekayəni danışacaq? Həqiqətən də uzun müddətli oyunu oynamağa hazırsınızmı?